Artıq subaylığın daşını atmaq vaxtıdır. Bəli, bu gün evlənirəm. Toy günü səhər tezindən durub bərbərə getmək şərti ilə. Hər şeyi vaxtında arxayın etmək əvəzinə niyə bütün işləri toy gününə saxlamayım, deyilmi? Saç saqqalı həll edib bitirəndə fotosessiyamızın vaxtı çatmışdı. 3 fərqli yerdə bir anbar şəkil video çəkdirib günorta 3-də evə zorla çatdım. Gəlin gətirməyə gedincə bizdə belə bir adəti var, onu icra eləyirlər. Adətin adı bəy çıxdı adətidir. Toy adətlərinə çox da bağlı qalmağı sevən birisi olmasam da bu adəti sevirəm, çünki bəy və yançıları pul qazanır. Belə ki, qohum qardaşlardan kişilər cibə pul salır, qadınlar isə boyuna kalağayı və ya yaylıq asırlar. Adəti bitirib hamı başlayır oynamağa. Zaqatala toylarında özünüzə anidən kimlənsə oynayan yerdə tapa bilərsiniz. Bu sözümə qüvvət, evə qaydanda dostlarım yolu bağladı, biraz da burada oynadıq. Gəlin bəy evinə gələndə də boşqab sındırmaq, lampa ətrafına fırlanmaq kimi adətlər yerinə yetirilir, ondan sonra da gedilir saraya. Məndən əvvəl evlənən dost tanışlarımın dediyi həyəcan hissinin əksinə başa sala bilməyəcəyim bir his var idi içimdə. Başa sala biləcəyim, ən azından çalışacağım bir hiss isə xoşbəxtlikdir. Düşünün ki, 6 il ərzində hər şeyinizi bölüşdüyünüz, hər addımınızda sizə dəstək olan, birlikdə deyib güldüyünüz birisi ilə artıq birlikdə yaşayacaqsınız. Toyun gedişatı da sağlıqlar, yeyib içmək, ən əsası hər sağlıqda oynamaqdan keçir. Ayaqqabı ilə saraya girib ayaqyalın çıxanacaq. Sona doğru isə bəy yaşı gəlir. Bu da o deməkdir ki, toyun və vlogun sonuna yavaş-yavaş yaxınlaşırıq. Təbriklərə görə sizə təşəkkürümü bildirib, sizin istədiyiniz vaxtı həyətinizdən vağzalının eşidilməsini arzu edirəm. Daha çox video üçün bas takibi getsin.